Başlayalım. Demək yoldaşım, ən azı bura kimi bəzi primitiv də olsa qaydalar bilməliyik. Birincisi, sayılan isimlərin üç yerə ayıra bilərik. Sayılan tək, sayılan cəm, bir də sayılmayan isimlər olaraq. Məncə bunlar haqqında yetərincə məlumatlı olarsınız abituriyent vaxtından. Çünki bəsit şeylərdir, bunlar bilinməli olan şeylərdir. Biz indi burada əsas isimlərin hansı miqdar göstəricilərin işlənməsini vurğulayacağam. Başlayırıq birinci sayılan tək isimlərlə. Sayılan tək isimlərlə işlənən miqdar göstəriciləri bu gördüklərinizdir ki, bunları əslində məna cəhətdən bilsək, yəni mənaları bilsək yetərli ola bilər. Baxın, bax, tutaq ki, burada üzr istəyirəm. One nə deməkdir one? Bir. Növbəti each nə deməkdir? Hər bir. Every hər bir. Either bir, neither heç bir, another isə başqa bir. Fikir versək tərcümələrdə hamısında biz əldə etdiyimiz şey nədir? Bir əldə edirik. Bir, hər bir, heç bir ya da başqa bir, hamısı da birdir. Və birdən sonra yoldaşlar yadda saxlayın ki, hər zaman sayıla bilən tək isim işlənir. Sayıla bilən tək isim. Məsəl üçün burada student tələbə sözünü qeyd etmişəm. Example olaraq qeyd etmişəm ki, baxın nümunə olaraq desək, one student bir tələbə, is student hər bir tələbə, every student hər bir tələbə, another student başqa bir tələbə və s. Bunlar əgər cümlədə bunlar bir yerdə söz birləşməsi olaraq mübtəda olmuş olsa, xəbərləri də hər zaman nədə işlənəcək, yoldaşlar, təkdə işlənəcək. Bir də bunların oflu birləşməsi var, amma oflu birləşməsində biraz iş dəyişir. Oflu birləşməsində özlərindən sonra tək isim yox, cəm isim işlənir. Niyə? Çünki sən bir tələbə deyirsən, amma of olanda tələbələrdən biri deməlisən. Tələbənin biri olmur. Tələbələrdən biri. Normalda da yəni tutaq ki, sinifə girirsən, deyirsən ki, tələbələrdən biri bu günləri dərsə gəlməyib. Tələbənin biri demirik, tələbələrdən biri deyirik. Məhz buna görə buradakı isimimiz necə isim olmalı? Cəm isim olmalıdır. Və bir də burada önəmli bir məqam var ki, əgər mən əvəzliyi ofla yazıramsa, bu arada mütləq təyin edici işlənməlidir. Çünki deyəndə tələbələrdən biri dərsə gəlməyib, hamıya artıq anlaşıqlı olur ki, hansı tələbədən söhbət gedir. Artıq mənim üçün müəyyən olan bir tələbə kütləsindən söhbət gedir ki, tələbələrdən biri bu gün dərsə qoşulmayıb. Və mütləq ki, burada qarşısında nə tələb edir? Ən azı Z artiklı. Z artiklı olması şərt deyil. Yəni başqa nə işlənə bilər orada? Z yerinə məsələn yazaram my students, mənim tələbəm ya da this students, bu tələbələrdən və yaxud da filan kəsin tələbələrindən, məsələn Tom's students və s. Yəni əsas odur, onun qarşısında mütləq ki, nə işlənsə, təyin edici işlənsin. Və bunların da xəbərləri yoldaşlar eyni zamanda təkdə işlənməlidir. Çünki bax, sən tələbənin biri deyirsən, tələbənin iç hər biri deyirsən. Bu arada every'nin oflu birləşməsi yoxdur. Bunu yadda saxlayın. Əvəzində every ayrı, one ayrı. Bundan istifadə edirik ki, tələbələrin hər biri, Ayzə hər biri, Nayzə heç biri, Ənayzə başqa biri deməkdir. Yenə biz biri dediyimizə görə xəbəri də nədə işlədirik? Təkdə işlədirik. Bir də belə bir istisnavi qaydamız var ki, every nə idi? Hər bir. Another nədir? Başqa bir. Bunlardan sonra normalda sayılan tək isim işlənir. Amma bunlardan sonra sayılan cəm isim də işlənə bilər. Amma hansı halda işlənər? Əgər ki, özündən sonra miqdar sayı gələrsə. Məsələn, bu cümlələrin iki cümlənin fərqinə baxın. This competition is held every year. Bu yarış hər il keçirilir. Bir də var deyirəm, this competition is held every 4 years. Bu yarış hər 4 ildən bir keçirilir. Yəni ortada rəqəm olarsa, bundan sonra gələn isim cəmdə yaza bilərsiniz. Əslində o 4 ilə bir bütöv kimi baxır. Yəni hər 4 ildən bir keçirilir. 4 ildən bir keçirilir. Sonra buna oxşar another ifadəsi var ki, orada da another'da da eyni zamanda yoldaşlar ortada miqdar sayı olarsa cəm isim gələ bilər. Məsələn, please give me another pen. Zəhmət olmasa mənə başqa bir qələm ver. Məsələn, burada görürsünüz bir qələmi nəzərdə tutun. Amma ortada rəqəm yazsam, desəm ki, please give me another 10 pens. Zəhmət olmasa mənə daha 10 qələm ver. Daha 10 qələmi bax burada sağda qeyd etdiyim kimi bir blok kimi nəzərdə tutur.
Yəni 10-un paketləyib deyirəm ki, daha 10 qələm ver, daha 5 qələm ver. Bu şəkildə də işlətməyimiz mümkündür. Düz qrammatik testlərdə belə bir şeylər qarşınıza çıxmayacağına əmin edə bilərəm, amma sözlə bağlı reading və ya listening-də qabağınıza çıxsa qəribə gəlməsin. Amma ay müəllim everydən sonra axı tək gəlirdi. Niyə necə oldu cəm gəldi? Ortada rəqəm olarsa cəmdə işlənə bilər. Sonra sayılan cəm isimlərlə işlənən keçək miqdar göstəricilərinə baxaq. Hansılardır? Evet, birincisi few. Few nə deməkdir? Az. Yoldaşlar bir şeyi qəbul edin ki, az deyilən şey bir şey deyil. Məsələn, tutaq ki, deyirəm, bu günləri dərsə az tələbə gəlmişdi. O bir tələbədirmi? Xeyr, bir tələbə deyil. Yəni, bir tələbəyə mən az tələbə demərəm. Ən azı 3-4 tələbədə deyirəm, dərsə az tələbə gəlmişdi. Sonra növbəti few nə deməkdir? Biraz. Oradakı birdə axı birdən tuta bilərsiniz. Few azdır, few bir az ya da bir neçə deməkdir. Both iki ya da hər iki demək. Several bir neçə, numerous çoxlu, many çoxlu, a great many, a good many isə bir xeyli, bir çox deməkdir. Yoldaşlar bu ifadələrdən sonra nə işlədəcəyik? Sayılan cəm isim işlədəcəyik hər zaman. Və təbii ki, bu birləşmələr cümlənin mübtədəsi olsa, xəbərləri də nədə yazmaq lazımdır? Xəbərini də cəmdə yazırsınız. Oflu birləşməsində də bir şey dəyişmir. Yenə cəm isim, cəm xəbər işlənir. Çünki niyə? Biz bayaqlar tələbələrin biri deyəndə, biri dediyimizə görə xəbərini tək götürürük. Artıq burada tələbənin biri demirəm. Tələbənin bir neçəsi, azı, both of ikisi, ya da several of bir neçəsi, ya da many of çoxu deyirsiniz. Artıq söhbət bir şəxsdən yox, birdən çox şəxsdən getdiyi üçün mən xəbəri nədə yazıram? Cəmdə yazıram. Yəqin ki, aydındır. Sonra növbəti sayılma isimlərinə işlənən miqdar göstəricilərinə baxaq. Hansılardır? Baxın, little az, a little biraz, much çox. Bunlar ən çox işlənən sayılma isimlə işlənən miqdar göstəricilərimizdir. Məncə abituriyent vaxtında xatırlayarsınız. Bunlardan sonra sayılma isim işlənir, xəbərdə təkdə işlənir. Yəni burada bir məsələ ondan ibarətdir ki, əgər sayılma isim əgər sayılmırsa, onun qabağına az da desəm, biraz da desəm, çox da desəm, fərqi yoxdur. Nə yazsam belə xəbəri nə olacaq? Hər zaman tək olacaq. Oflu birləşməsində də yenə məlumatın azı da desəm, birazı da, çoxu da desəm, yenə xəbər nədə işlənəcək? Təkdə işlənəcək. Yəni bir isim sayılmırsa, qabağındakı miqdar göstəricisi az da olsa, çox da olsa, xəbər hər zaman tək olur. Burada əlavə bir birləşmələr qeyd etmişəm. Bu birləşmələri öyrənmək lazımdır, amma düz qrammatik testlərdə görməyəcəksiniz, amma əlavə məlumat üçün bilin. A great deal, a small amount, a large amount. A great deal böyük miqdarda, a small amount kiçik miqdarda, a large amount isə böyük miqdarda deməkdir. Bunlardan sonra birbaşa isim işlədə bilməzsiniz. Amma of varsa ancaq işlədə bilərsiniz. A great deal of böyük miqdarda, a small amount of kiçik miqdarda, a large amount of böyük miqdarda deməkdir. Amma o isim də necə isim olmalıdır? Sayılmayan isim olmalıdır. Və xəbər də təbii ki, yenə təkdə işlənir. İstəyir az miqdarda olsun, istəyir çox miqdarda olsun. Bir isim ki, sayılmırsa, xəbəri hər zaman tək olacaq. Bu arada əslində bu ifadəmiz nədir? Ayrıcı olaraq qeyd etsə, a deal of-dur. Bir də an amount of-dur. Amount of. Yəni ifadəmiz budur. Yəni bu nə deməkdir? Miqdar deməkdir. Bir miqdar ya da biraz, məsələn, information, məlumat. Sadəcə bunların qarşılarına great, böyük, small, kiçik, large, böyük kimi sözlər yazılır. Biraz çaşdırıcı olsun deyə. Yəni o əslində yazılma məqsədi şeydir, miqdarın azaldıb çoxaltmaq üçün yazılır. Yəni small yazsan az miqdarda, large yazsan böyük miqdarda demək üçün istifadə olunur. Sonra gəldik yoldaşlar, həm sayılan cəm, həm də sayılma isimlərinə işlənən miqdar göstəricilərinə baxaq. Hansılardır onlar? Birincisi all. Nə deməkdir? Bütün deməkdir. Özündən sonra həm cəm isim, həm sayılma isim işlənir. Amma xəbərlər isimlərə görə formalaşıb. Məsələn, mən desəm ki, all students, bütün tələbələr, burada artıq mən xəbəri nədə yazıram? Məsələn, cəmdə yazıram. Çünki artıq tələbələr cəm isimdir. Amma all-dan sonra sayılma isim yazsam, məsələn, all the water, bütün su, xəbəri nə yazıram? İz yazıram, təkdə yazıram. Yəni xəbərin formalaşması
isimə görə dəyişir. Əgər cəm isim gəlirsə burada, xəbər cəm, salimi isim gəlirsə, xəbər tək işlənir. Və bu ifadələr gəlin bir-bir baxaq. All bütün, some biraz, bir neçə, bir qədər ya da bəzi deməkdir. More daha çox, most əksərdir, enough da kifayət qədər deməkdir. Bu birləşmələr həm cəm, həm salim isimlə işlənir. Oflu birləşməsində də bir şey dəyişmir. Həm cəm, həm salim isimlə işlənə bilirlər və xəbər də yenə ismə görə dəyişir. Məsələn, tələbələrin sum of bir neçəsi desəm xəbər cəm, amma məlumatın sum of bir qədəri desəm xəbər nədə işlənəcək? Təkdə işlənəcək. Bir də bunlarla oxşar ifadələrimiz var. A lotdur, lotsdur, bir də plentydir. Bunlar üçü də nə deməkdir? Hamısı çox, çoxlu deməkdir. Və bunlardan sonra yoldaşlar, bunlardan sonra birbaşa isim yazmırıq. Amma of varsa yaza bilərik ancaq. Yəni məncə bunu hamı abituriyent vaxtında xatırlayır da. Elotdan sonra isim gəlməz, elotovdan sonra isim gələr. Həmin şeydir. Yəni of olduğu halda biz bu halda isim işlədə bilərik. Və buradakı isim ya cəm isim olacaq, ya da salim isim olacaq. Məsələn, a lot of students çoxlu tələbə, cəm isim, cəm xəbər, a lot of information çoxlu məlumat, salim isim və xəbərdə nədən işlənir? Təkdə işlənir. Baxın, a lot-u cəmləyib lots of yaza bilirlər, amma plenty-ni cəmləmirlər və üstəlik plenty qabağına e yazmazlar. İfadəmiz plenty of-dur da, düzdürmü? Plenty of. Qəsdən siz çaşdırmaq üçün e yazarlar burada. A plenty of deyə birləşməmiz ingilis dilində yoxdur. Amma a lot of var. Amma a plenty of deyə bir şey yoxdur. Plenty of elə plenty ofdur. Başqa forması yoxdur. Sonra yoldaşlar no bir də non inkar əvəzlikləri və ya miqdar göstəriciləri sayılır ki, bunların fərqinə baxaq. İkisi də heç deməkdir. Fərqi nədir? Bunlar bir-birlərinin ziddidir. Yəni, bax, tutaq ki, no-dan sonra isim gəldiyi halda, özə no-dan sonra necə isim gəlir? Bütün isimlər gələ bilər. Məsələn, no student tək isim, no students cəm isim, no information sayılmıyor isim. İsim gələ bilər no-dan sonra. Amma non-dan sonra isim gəlməz. Bax, indi tərsinə nə olur? No-nun nəyi yoxdur? Oflu birləşməsi yoxdur. No of deyə birləşmə yoxdur. Amma nanın oflu birləşməsi var. None of. None of nə deməkdir? Heç biri. Yenə none of da həm cəm isimdən, həm salim isimdən işlənə bilir. Amma mənasına bax, burada one-dan tuta bilərsə, heç biri. Heç biri dediyimə görə tələbələrin heç biri, məlumatın heç biri, hər iki halda xəbəri nədə götürürəm yoldaşlar? Heç biri dediyimizə görə xəbərlərini təkdə götürürəm. Yəni yadda saxlayın, no ilə nan bir-birinin tərsidir. Yəni no-dan sonra isim gəlir, amma nandan sonra gəlmir. No-nun oflu birləşməsi yoxdur, amma nanın oflu birləşməsi nədir? Mövcuddur. Sonra növbəti. Yoldaşlar, bu sadaladıqlarımız miqdar göstəriciləri sayılır. Bir də belə bir şey var. Əvəzi deyə bir anlayış var. Əvəzi nədir? Əvəzi isə yoldaşlar bir ismi əvəz edib tək başına işlənməyi nəzərdə tutur. Bir miqdar göstəricisi əgər qarşıdakı ismi əvəz eləyib tək başına işlənə bilirsə, bu sayılır, əvəzi sayılır. Məsələn, bu nümunəyə baxın. Deyirəm, çoxlu təkliflər were presented təqdim edildi, but few, lakin azı qəbul edildi. Yəni, günlük həyatda biz də danışıqda bunu bu şəkildə işlətirik. Yəni, çoxlu təklif təqdim edildi, lakin azı qəbul edildi. Amma kimsə hər halda belə bir deməz. Nadir hallarda qarşılaşarsınız ki, çoxlu təklif təqdim edildi, lakin az təklif qəbul edildi. Yəni, əslində belə olmalıdır. Few proposals olmalıdır. Yəni, təzədən bu sözü mən burada yazmalıyam. Amma yazmırıq. Yəni, bizim kimi ingilislər də əvvəldə adı çəkilir deyə isim, o ismi təkrar yazmır. Buna deyirik əvəzlik kimi işlənməsin. Və ya başqa bir nümunəyə baxsaq. There was a lot of fruit in the bowl. Kasada çoxlu meyvə var idi. But I didn't eat any. Lakin mən heç yemədim. Əslində olmalıdır. But I didn't eat any fruit. Mən heç meyvə yemədim olmalıdır. Lakin meyvə sözü burada var deyə mən təzədən meyvə sözünü bura yazmıram. Və yox da I have two brothers. İki qardaşım var. Neither can play basketball. Heç biri basketbol oynaya bilmir. Yəni, artıq ehtiyac yoxdur. Mən burada uzadım. Qardaşlarımın heç biri, onların heç biri. Ehtiyac yoxdur. Əvvəldə var deyə isim. Bu isim var deyə mən artıq heç biri deyib direkt əvəz eləyə bilirəm onu.
Və ya bir dənə də ümumiyə baxsa, Lara have bought a lot of books. Lara çoxlu kitab alıb bu günləri. Some, bəziləri are on historical monuments. Tarixi abidələr haqqındadır. Da fikir versə burada some tək başlar. Niyə? Çünki əvvəldəki kitablar sözünü əvəz eləyibdi. Daya ehtiyac yoxdur. Some of the books deməyimizə ehtiyac yoxdur. Kitabların da bəziləri yazmamıza gərək yoxdur. Bir neçə çoxlu kitab alıb, bəziləri tarixi abidələr haqqındadır. Yəni bax bu şəkildə miqdar göstəriciləri bəzən isimsiz qarşımıza çıxacaq. Yəni isimsiz qarşımıza çıxdığı zaman unutmayın ki, əvvəldəki ismi nə etmək lazımdır? Əvəz eləmək lazımdır. Yəni əvvəldəki isim olmalıdır ki, o tək başına işlənsin. Amma belə bir şey deyək, hər miqdar göstəricisi bu şəkildə tək başına, yəni isimsiz işlənə bilməz. Burada 3 dənə ifadəni deyəcəm. Bax, xahiş edirəm, bunu əzbərləyin. Baxın, everydir, sonra nodur, bir də azədir. Və bunlar tək başına işlənə bilməzlər. Bunlardan sonra tək bir hal mümkündür. Mütləq isim işlənməlidir. Bunlardan sonra mütləq isim işlənməlidir. Yəni isimsiz işlənə bilməzlər. Məsələn, mən belə bir cümlə görə yazmaram. I saw every. Mən Harry gördüm. Mən Harry gördüm. Hər kimdir ki? Mütləq nə olar? Məsələn, hər filmi gördüm. Every film deyək tutaq ki. Bundan sonra mütləq isim gəlməlidir. Və yaxud da nodur, azədir. Bunlardan sonra mütləq isim gəlməlidir. Bir də bunların nəyi yoxdur yoldaşlar? Oflu birləşmələri yoxdur. Bunu bayaqlar əslində fikir versəniz dedik. Harda dedik? Every'nin oflu birləşməsi yoxdur. No'nun oflu birləşməsi yoxdur. Yaxşı, bunlar tək başına, yəni işlənməməsinin səbəbi elə oflu birləşməsinin işlənməməsinin eyni şeydir. Yəni nə demək istəyirəm, baxın. Bax, tutaq ki, bayaqlar bir şey dedi, every of olmaz. Every of olmaz. Niyə olmaz? Çünki every burada nədir? Tək başına. Every burada tək başınadır. Olmaz. Ya da no of olmaz. Niyə? Çünki burada no nədir? Tək başına qalır. Yəni bu bir də azə. Bu azələrdə, yəni azələrdə də biraz diqqətli olun. Yəni bu azə yoxdur, bax bu tək başına olan azə. Yəni bu tək başına işləməz, mütləq isim tələb edir. Amma bunu digər şeylərlə qarışdırmayın. Məsələn, z azə və yaxud da ən azə onlarla qarışdırmayın. Bunlar tək başına işlənə bilər. Ya da bunların cəm versiyaları var. Others ya da the others. Və bunlar tək başına işlənə bilər. Bunlarda sıxıntı yoxdur. Bunlar işlənsin. Amma təkcə azə tək başına işlənə bilməz. Ondan sonra mütləq isim gəlməlidir. Davam edək. Növbəti bax burada bir incə bir məqam var. Onu diqqətinizə çatdırım. Əgər ki bir testdə və ya bir cümlədə iki şəxsdən və əşyadan söhbət gedirsə, orada işlədəcəyi 3 dənə miqdar göstəricisi. Birincisi both, hər ikisi, neither ikisindən heç biri, either ikisindən biri. Yəni both hər ikisi, neither ikisindən heç biri, either ikisindən biri. Deyirsin, nəyə lazım bu? Baxın, buna görə lazım. Bax, bir dənə tutaq ki, belə bir test verir. Belə bir cümlə yazın, indi sual verim sizə. Yazıram ki, some of the books are interesting. Yoldaş dedim, yoldaş, kitabların bir neçəsi maraqlıdır. Birdən kimsə qayıdıb birdən sizdən soruşsa ki, yoldaşlar, kitabların bir neçəsi maraqlıdır. Orada neçə kitab var? Ya da ən azı neçə kitab var? Kim deyə bilər? Ən azı neçə kitab olmalı sizcə? Məsələn, təxmini olan var. 2. Yəni, 2 sualın nömrəsi yoxsa 2, bir də 3. Ən azı 3 kitab var. Ən azı 3 kitab olmalıdır. Niyə? Çünki biz bayaq bir şey dedik. Əgər 2 şəxsdən söhbət etsə, orada both hər ikisi, neither ikisindən heç biri, either ikisindən birini istifadə edir. Və burada diqqət olacaq. Yerdə qalan, yəni bu 3 dənəsindən başqa, yerdə qalan bütün miqdar göstəriciləri
3 və daha çox şəxsi və əşyanı göstərir. Burada kitablardan bir neçəsi deyirəmsə, burada ən azı 3 kitab var. 2 ola bilməz. 2 olsaydı mən orada nədən ya istifadə edərdim? Bozdan istifadə edərdim. Və bəs bu bizə harda lazım olacaq? Bax tutaq ki, məna tipli suallarda yazıram none of them, none of them, bir də yazaq neither of them. Belə yazma biraz çətindir. Ümidvaram aydın olur da nə yazdığımı. Bax bunların ikisinin tərcüməsi none of them, neither of them. Tərcüməsi nə deməkdir? Onların heç biri. Hər ikisi onların heç biri deməkdir. Amma fərqlidir. Yəni ingilis bunu səsləndirəndə ingilis başa düşür artıq fərqli olduğunu. None of them, bayaq, neither of them neçə şəxsin heç biridir? 2 şəxsin. Demək burada them dediyimiz şəxs sayı neçədir? 2 nəfərdir. Amma none of them deyəndə burada ən azı neçə nəfər var? Ən azı 3 nəfər var. Təbii ki, 3 də olar, 4 də, 5 də, 6 da, yəni müxtəlif saylarda ola bilər, amma 2 ola bilməz. 2 olsaydı zaten neither of them deyərdim. Aydın oldu nə demək fərqi? Və məhz buna görə bunları yadda saxlamaq lazımdır ki, bu 3 dənə ifadəmiz 2 şəxsi və əşyanı göstərir. Yerdə qalanlar 3 və daha çox şəxsi və əşyanı göstərir. Sonra davam edək. Digər miqdar göstəricilər kimi all da tək başına işlənə bilər. Amma all tək başına işlənəndə diqqətli olun. Əvəz etdiyi ismə görə xəbərlə uzlaşır. Məsələn, nə demək istəyirəm? Tom bought many books today. Tom bugün çox kitab alıb. But all are in English. Lakin hamısı ingilis dilindədir. Burada all nəyə əvəz etdi fikir versək? Kitabları. Kitabları əvəz etdiyi üçün burada all'ın xəbərini nədə yazdım? Cəmdə yazdım. Sonra və yaxud da başqa bir nümunə. Cansız həm də canlı da əvəz edə bilər. Məsələn, I saw some people at the party yesterday. Dünən partidə bir neçə insan gördüm. But all, lakin hamısı were wearing the same dress. Lakin hamısı eyni paltarı geyinirdi. Burada all nəyə əvəz etdi yoldaşlar fikir versəniz, insanları və insanlar cəm olduğu üçün xəbər də nədə işlətdi? Cəmdə işlətdi. All eyni zamanda sayılmayan ismi də əvəz edə bilər. Məsələn, there is a lot of water in our village. Kəndimizdə çoxlu su var. But all is salty. Lakin hamısı duzludur. Burada all suyu əvəz etdi və su da necə isimdir? Sayılmayan isim olduğu üçün xəbəri nədə işlənəcək? Təkdə işlənəcək. Aha, bəli, elə də. Davam edək, hə. Amma belə deyək də, əvvəldə adı çəkilmiş ismi əvəz etmədən də bu şəkildə tək başına yazmamız mümkündür. Yəni əvvəldə isim olmasına ehtiyac yoxdur. Amma burada xəbərlə uzlaşma mənaya görə dəyişəcək. Baxın, 2 dənə cümlə yazıram bura. All were invited to the party. Hamı partiyə dəvət edildi. Mənaya fikir verin. Hamı. All was done for the party. Parti üçün hər şey edildi. Hər şey edildi. Burada xəbər tək. All əgər yəni heç bir ismi əvəz etmədən belə tək başına işlənirsə, all burada hamı mənasını versə, xəbəri cəmdə götürəcəm. Amma hər şey anlamına gəlsə, xəbər təkdə olacaq. Hamı dəvət edildi. Hamı mənasında cəm. Amma hər şey edildi parti üçün, hər şey mənasında xəbər tək olacaq. Amma yuxarıdakı nümunələrdə isə sırf əvəz etdiyi isim nədirsə, o isimə görə xəbərlə nədir? Uzlaşır. Ümidvaram aydın. Bu arada arada sualınız olanda yenə soruşa bilərsin, yəni gözləməyin. Aha, qəşəng. İndi gəlin bir neçə nümunə tapşırıqlara baxaq. Dediklərimizin üzərində yoxlayaq. Baxın, belə bir test tapşırığımız var. Dediklərimizi gəlin tətbiq edək. Bax, bu tipli sualları işləyərkən nələrə diqqət etmək lazım? Birinci növbədə baxırsınız xəbərə, sonra ismə, bir də ofa. Bax, bu üç nüansı ümumi olaraq nəzərə alıb cavabı çıxardır. Bəli, cavabımız Y variantıdır. Baxın, xəbərimiz nədir? Was təkdə işlənir. Bu arada sadəcə sual xəttində soruşuram. Yoldaşlar, aramızda tək xəbər, cəm xəbər anlayışını fərqləndirə bilməyən kimsə varsa desin, izah edeyim.
Yəni utanmayacaq kimi fərqləndirə bilmirsə izah edeyim onu da. Yəqin ki, səs yoxdursa aydındır. Yəni qısa da olsa bir şey deyim. Yəni tək xəbərlər bax qısa olsun deyə bax. Iz nədir? Təkdir, sonunda s var. Was nədir? Təkdir, sonunda s var. Və yaxud da has təkdir, sonunda s var. Və ya istənilən bir feili götürək. Məsələn, help sonuna s artırıram. Nədir? Təkdir. Amma izin cəmi nədir? Are. Was-un cəmi nədir? Were. Has-in cəmi nədir? Have. Bəs helpsin cəmi nədir? Helpdir. Yəni qısa da desəm, yəni sonunda s varsa o feil nədir? Təkdə işlənir. Yəni tək sayılır. İndi xəbərimiz təkdir. Bir yerinə yazaq. Evrin nə yoxdur yoldaşlar? Oflu birləşməsi yoxdur. Bu yanlışdır. Sonra all yazsam sənədlərin hamısı desəm xəbər was yox ver olardı. Getdi. Sənədlərin ikisi desəm, iki dənəsi deyirəmsə xəbər cəm olardı. Sum of nədir? Bir neçəsi. Sənədlərin bir neçəsi desəm xəbər cəm olardı. Nə qalır? Neither of. Neither of nə deməkdir? Heç biri. Biri dediyimizə görə xəbəri nədə işlədirik? Təkdə işlədirik. Sonra bu suala baxaq. Fikir versə xəbərimiz cəmdir. Və ismimiz də necə isimdir? Cəm isimdir. One yaza bilərik mi bura? Yox. Bir ziyarətçi olardı. Yəni birdən sonra tək isim gələrdi. Ya da it yazsam, it hər bir ziyarətçi olardı. Hər bir ziyarətçi. Burada ziyarətçi Yoxsa Aldov olacaq? bəli 1 2 5 olacaq. 1 2 5 olacaq. Boz olacaq. Hər iki ziyarətçi. Bozaq 2 də 2-dən sonra cəmsim və xəbərdə cəmdə işlənir. Hər iki ziyarətçi. Cəmsim cəm xəbər. Oldu olar. Ziyarətçilərin hamısı cəm isim, cəm xəbər. Sum of ziyarətçilərin bir neçəsi yenə cəm isim, cəm xəbər işlədə bilirik. Cavab 1, 2, 5. Sonra bu suala baxaq. Buradakı isimimiz hər zaman 3 nöqtədən sonra gələn isimə baxmaq lazım. İsimimiz burada nədir? Copy'dir. Applications deyil. Və bu copy necə isimdir sizdə yoldaşlar? Sayılan isimdir. Yəni deyirsən bir nüsxə, iki nüsxə, yəni bir kopya, iki kopya deyə bilirsiniz də, yəni sayılan isimdir. Belə 4-5-dir. 4-5 bir dənə də variantımız 1, var. 4, 5. Bəli, 1, 4, 5-dir. Birinci variant niyə olmaz? Mat sayılmayan isimlər işlənir. Burada olmalı əslində many copies olardı. Özə copy yox, copies olardı. Many'dən sonra cəm isim olardı. Boz niyə olmaz? Çünki bozdan sonra yenə cəm isim gələrdi. Boz copies olardı. Hər iki nüsxələr olardı. Bu da yetdi. Amma digər variantlar ola bilər. Every hər bir nüsxə, it hər bir nüsxə, another isə başqa bir nüsxə və nüsxə sözü də təkdir. Aydındır. Növbəti. Baxın, buradakı ismimiz necə isimdir? Cəm isim, işçilər. Cəm isim və xəbərdə fikir verirsəniz, was yazılıb, təkdə yazılıb. Every'nin oflu birləşməsi yoxdur. Variantımız 7. 3-dür bilməliyim. İstəyirəm, Every'nin oflu birləşməsi yoxdur və üstəlik Every'dən sonra necə isim gəlməlidir? Tək isim gəlməlidir. Hər bir işçi olardı. Bu cəmdir. Sonra nandan sonra isim gəlməz. None of-dan sonra isim gələ bilər. Nandan sonra birbaşa isim gəlmir. Bayaqki qayda var idi. Açıb yenə baxa bilərsiniz. İndi göndərəcəm sonra faylı. 5 olacaq mənim. Bəli, 2, 5. Sum of variantı niyə olmayacaq? Çünki xəbər fikir versək təkdə işlən. İşçilərin bir neçəsi desəm, xəbər was yox, were olardı. Amma 2, 5 düzdür. Deyirəm, işçilərin each of hər biri xəbər tək. Neither of heç biri xəbər tək. Yəni biri dediyimə görə xəbərlər tək olur. Cavab 2, 5. Sonra bu suala baxaq. B variantı. Bəli. Burada xəbər təkdir. Bax, sam olmaz. Kitabların bir neçəsi cəm. Hamısı desəm cəm, ikisi desəm cəm. 2 dənə variant qalır. Kitabların heç biri tək, hər biri tək. Ya B-dir, ya da D-dir. Amma burada biz nəyə əsasən cavabı götürürük? Bax, cümlənin sonunda at all var. İndi xırda belə qaydalar hər zaman çıxacaq ingilis dilində. At all
Cümlə sonunda işləyəndə mənası olur. Heç, əsla, qətiyyən, tamamilə və ya ümumiyyətlə kimi tərcümə olunur dilimizə. Heç, əsla, tamamilə, qətiyyətlə və ya ümumiyyətlə kimi tərcümə olunur və not at all şəklində yadda saxlayın və at all qarşısında nə tələb edir? Yəni o cümlədə nə tələb edir? İnkar tələb edir, inkar. Və o cümlədə inkarı nə ilə verə bilərəm? Təbii ki, nice ilə. Tərcüməsi də belə alınır ki, bu kitabların heç birini ümumiyyətlə oxumağa dəyməz. Doğru cavab B. Sonra buraya baxaq, bayaq bir şey dedik, bəlkə xatırlayarsınız. Doğru cavab sizcə nədir? B variantı müəllim. Xeyr. Doğru cavabımız A variantı. Yəni indi bayaq bir şey dedik. Nə dedik yoldaşlar? Baxın, buna bir fikir verirsiniz. Əgər ki bir cümlədə iki şəxsdən və əşyadan söhbət gedirsə, hansı miqdar göstəriciləri olur? Boz olur, hər ikisi. Nice olur, ikisindən heç biri. Bir də eyes olur, ikisindən biri ya da istənilən biri. Hatırladın mı? Və nə dedik? Dedik ki, yerdə qalan digər miqdar göstəricilər neçə şəxs və əşyanı göstərir? 3 və daha çox. Burada söhbət iki divar kağızından gedirsə, mən oldu, nandı, oldu, enidi bu variantlara heç baxmaram. Çünki bunlar 3 və daha çox şəxsi və əşyanı göstərir. Sonra burada nəyə diqqət edə bilər yoldaş? Ofu görürsünüz. Nonun oflu birləşməsi yoxdur, getdi. Sonra burada xəbər ar cəmdə yazır. Vanın xəbəri nə olardı? Tək olardı. Ar yox, iz olardı. Bu da getdi. Doğru cavab qalır A variantı. Deyir, bu iki divar kağızından hansına üstünlük verirsin? O da deyir, onlardan heç birinə. Çünki boz hər ikisi aşağı keyfiyyətlidir. Aşağı keyfiyyətlidir. Yəqin ki, aydındır. Sonra növbəti suala baxaq. Hə. Burada nə olar? Fikir verin. Yaxşı, başlayalım. Milli komanda deyir ki, didn't win, qazanmadı futbol oyununu. Müəllim, inkar cümləsi ilə nan işlənə bilər ki? Nan, əlbəttə, siz onu qarışdırmayın. Yəqin ki, hamınız bu qaydanı çox rahatlığına xatırlayır. Y variantı da cavab. Yoldaş, hə, cavabımız Y variantıdır. İngilis dilində bir sadə cümlədə yalnız bir inkar işlənir. Bir sadə cümlədə yalnız bir inkar işlənir. Burada ikinci cümlədə biz nan yazmamız birinci cümləyə aidiyyəti yoxdur. Bu artıq yeni bir cümlədir. Və bir cümləni digər cümlə fərqləndirən şey nədir? Bir cümlənin bir mübtadəsi, bir xəbəri varsa, bu bir sadə cümlə sayılır. İkinci cümlədə də burada bir mübtadə, bir xəbər varsa, bu ikinci bir sadə cümlə hesab edilir. Yəni hər cümlənin ayrı-ayrı da inkarları ola bilər. Orada problem yoxdur. Oradakı ortada işlənən əz var ha. Çünki deməkdir bağlayıcıdır. İki cümlənin arasında işlənir. İndi yaxşı, burada ümumi testimizə qayıtsaq, milli komanda futbol oyununu qazana bilmədi. Deyək, oyunçulardan falan qədər yaxşı oynamadı. Yəni futbol komandasında neçə nəfər olur? 11 nəfər olur. Doğru mu yoldaşlar? Amma onda bayaqlar bir şey dedi. Nice neçə nəfər göstərirdi? 2 nəfəri. Onda 2 nəfər göstərirsə Nice of olan variantlara heç birinə baxmıram. Niyə? Çünki söhbət axı 11 nəfərdən gedir. O zaman bu variantlar getdi. Sonra none-dan sonra isim gələ bilməz. None the players deyə bilməzsən. None of the players deyəsən. None-dan sonra birbaşa isim gəlmir. Bayaqlar no ilə none-ın fərqini izah edəndə bunu dedik. None of the players olur. Bu da yetdi. C ilə Y qalır. C mənasızdır. İkisində də burada ol yazın, burada ol yazanda və belə olur ki, oyunçuların hamısı yaxşı oynadı. Əslində onların hamısı bədli pis oynadı. Mənasızdır. Doğru cavabımız nə qalır? Y. Oyunçulardan none of heç biri yaxşı oynamadı. In fact, əslində onların hamısı badly
bərbad oynadılar, yəni pis oynadılar. Doğru cavab B. Yaxşı, davam edək. Buna ehtiyac yoxdur. Yoldaşlar, belə bir qaydamız var. Bunu bayaqlar əslində vurğuladım. Bir daha təkrarlayım. Əvəzliklə isim arasında təyin edici işlənməz. Yəni bu nə deməkdir? Bax, tutaq ki, nələr var burada? Məsələn, bir neçə tələbə deyirik, nə deyirik? Some students. Duruma some the students demirəm. Ya da heç bir cavab deyəndə neither answer deyərək. Neither his answer olmaz. Ya da hər bir insan each person, each this person olmaz. Ya da bir neçə gül deyirəmsə several flowers deyərəm. Yəni ortada təyin edici işlətmir. Birbaşa isim işlənir. Məsələn, başqa bir nümunə yazaq. Tutaq ki, çoxlu kitab aldım, nə deyirsən? Many books deyirsiniz də, düzdürmü? Amma kimsə durub many the books deməyib ki, many my books deməyibsiz ki, belə bir şey işlətmirsiniz. Yəni əvəzlikdən sonra birbaşa isim gəlir. Ortada təyin edici işləmir. Amma əvəzlikdən sonra təyin edicini biz hansı halda işlətmək mümkündür? Ortada of varsa. Dəqiqə bunu. Of varsa bunu sağda qeyd. Bax, some students deyir. Təyin edici necə işlədə bilərəm? Some of the students. Tələbələrdən bir neçəsi. Hansı tələbədən bir neçəsi? Artıq müəyyən tələbədən. Ya və ya cavabların heç biri doğru deyil. Neither of the answers. Cavablardan heç biri doğru deyil. Burada Z yazarım. Ya da onun cavabları ya da his yazarım. Onun cavablarının heç biri doğru deyil. Yəni burada ortada nə işlədərik? Təyin edici işlədərik. Ya da insanların hər biri each of persons olmaz. Each of the persons, insanların hər biri. Artıq hansı insanların müəyyən, yəni deyim insanlar hər biri mehribandır. Hansı insanları? Artıq orada müəyyən etməliyik. Burada Z yazarım. Və ya da Z yazmayın, işarə əvəzi yazın. Məsələn, each of these persons, bu insanların hər biri. Ya da each of those people, persons, o insanların hər biri fərq etməz. Yəni arada təyin edicini, yəni təyin edicini ofdan sonra işlədə bilərik. Amma birbaşa arada işlətməyiniz mümkün deyil. Amma bu qaydanı pozan bir 3 dənə miqdar göstəricisi var ki, bu qaydanı pozur. Hansıdır? Bax, oldu, bozdu, bir də halfdır. Bununla isim arasında ortada təyin edici işlənə bilər, işlənməyə də bilər. Yəni bu artıq cümlənin kontekstinə bağlıdır. Məsələn, all students də deyə bilirəm. All the students də deyə bilirəm. Ya da normal digərlərində olduğu kimi all of the students də deyə bilərəm. Amma digərlərində mən burada tutaq ki, bu aradakı bu of'u götürüm sileyim. Bu of'u buradan silsəm, bunlar hamısı düşür. Amma məsələn, all of-da of'u silsəm, all the students problem yoxdur. All the students də deyə bilirəm, all the students də deyə bilirəm. Amma bunlarda of'u siləndə birbaşa sözün özü işlənməlidir. Yəni qısaca, yəni uzatmayın, qısa şəkildə belə deyək ki, əvəzliklə isim arasında təyin edici, yəni arada artikel və ya digər işarə əvəzliyi ancaq 3 halda mümkündür. Oldu, bozdu, bir də halfdır. Bu üçündən sonra arada təyin edici işlənə bilər isimlə arasında. Arada təyin edici işlənə bilər, həm də işlənməyə də bilər. Mötərizə alıram ki, yəni yadda qalsın. Buna oxşar qəbula bir neçə dəfə sual düşüb. Məsələn, o suallardan biri budur. Sizə doğru cavab nədir burada? 2-4. Bəli. Və burada əvəzliyimizdir. Bu da bizim ismimizdir. Ortada fikir versəniz nə işlənir? Z artiklı. Yəni təyin edici işlənir. Hansı halda təyin edici işlədə bilərik? Ancaq olda, bozda, bir də halfda. Doğru cavab nə qalır? All Z, bir də boz Z qalır. Digər heç birindən sonra mən neither Z, either Z, each Z deyə bilmərəm. Amma deməkdən ötürü nə edə bilərsən? Each of Z deməlisən. Ya da either of Z deməlisən. Özündən sonra of sonra Z işlədə bilərsən. Yoxsa birbaşa Z yazmanız yanlışdır. Amma bu oldu, bozdu, bir də halfda istisnadır. Onlarda problem olmur.
Sonra bu suala baxaq. Bakın burada əvəzliyimizdir. Bu da ismimizdir. Ortada təyinizi var mı? Var. Bu may nədir? Təyinizi. Z yerinə mənim yazmışam. Təyin edir də əsas odur. Və özündən sonra təyinizi hansı halda işlənə bilir? Ancaq olda, bozda, bir də hafda. Baxıram variantlarda burada yoxdur, burada yoxdur, burada yoxdur. Bir dənə harada var? B-də var. Doğru cavabımız B-dir. Bu qədər sanadım. Sonra davam edir yoldaşlar. Miqdar göstərəcəyin içində bəzi qaydalar var, onları diqqətinizə çatdırım. Düzdür, bunu məktəb vaxtından bilərsin, asan bir şeydir. Enamburov bir də Zenamburov. Number nə deməkdir özü? Number say deməkdir. Yəni say dediyimiz şey nədir? 1, 2, 3, 4, 5 bu şəkildə sayları nəzərdə tutur. Və numberdən sonra yadda saxlayın, ancaq sayılan cəm isim işlənir. Çünki özü nədir? Saydır da 1, 2, 3, 4, 5, 6, 7, 8 rəqəmi göstərir. Sayıla bilinməyən isim işlənə bilməz. Yəni rəqəmi göstərir üçün sayıla bilən isim işlənir. Və özü də o isim necə olmalıdır? Cəmdə işlənməlidir. Yəni istəyir enamburov olsun, istəyir zenamburov olsun, əksinə sonra cəm isim işlənir. Amma fikir versək, enamburovun xəbərini cəm veririk, amma zenamburovun xəbərini tək veririk. Bəs niyə belədir? Niyə? Çünki mənaya görə. Enamburovun mənası bir çox bir qrup deməkdir, amma zenamburovun mənası sayı miqdarı deməkdir. Baxın, tutaq ki, a number of children living in Africa are suffering from lack of water. Deyirəm, Afrikada yaşayan bir çox uşaq susuzluqdan əziyyət çəkir. Cəmsim, xəbərdə cəmdə. Çünki a number of deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni bir qrup düşünün, o qrupun içindəki ayrı-ayrı nələri nəzərdə tutur? Şəxsləri hamısını nəzərdə tutur. Ayrı-ayrı şəxsləri nəzərdə tutur. Amma mən burada Zenamburov yazmış olsaydım, bu şəxslərin sayını nəzərdə tutacaq. Məsələn, tutaq ki, 70 nəfərdir, rəqəmi nəzərdə tutacaqdır. Yəni Zenamburov burada bu qrupun içindəki şəxslərin sayını göstərir. Amma Enamburov bunların ilə özlərini göstərir. Aydın oldu fərqi nədir? Yəni dilimizdə də tərcümədə Enamburov bir çox bir qrup deməkdir, amma Zenamburov sayı miqdarı deməkdir. Və məhz Zenamburovdan sonra xəbər nədə işlənir? Təkdə işlənir, çünki sadəcə sayı göstərir. Baxın nümunəyə. The number of children attending schools has increased recently. Məktəbdə oxuyan uşaqların the number of sayı nə olub? Has increased. Artıb son vaxtlarda. Xəbər tək. Çünki rəqəmi göstərir, uşaqları göstərmir. Gəlin belə bir test tapşırığı var. Sizdə cavab nə olar? Baxaq ona. B variantı müəllim. Bəli. Və burada xəbəri əsas tapın. Iz yazılır. Xəbər təkdir. O zaman enamburoflar ola bilməz. Bunu silirəm. Bu arada bax bir şeyə diqqət edin. Hamı enamburof öyrənir, sonra birdən fərqli şey çıxanda çaşıb qalırsın. Bax, enamburof deyil ifadəmiz. Onun ortasına qəsdən götürüb sifət yazılır. Məsələn, a large number of, a small number of ya da a huge number of və s. Bu bir şey değişmir. İfademizde yani bir şey değişmir. Kaydada bir şey değişmir. Sadece bir grup değil inanburaq. Bir var small yazan balaca bir grup, large yazılan böyük grup, huge yazan nəhəng bir grup. Ya sadece grubun balacalığın böyüklüyünü göstərir. Amma belə qaydada heç bir dəyişiklik yaratmır. Yəni buradakı şeylər birdən sizi çaşdırar deyil. Sonra many'den sonra necə isim gəlir yoldaşlar? Cəm isim gəlir. Many nə olardı burada? Numbers olardı. Bu da 7. Cavab qalır B. Zenamburov. Və Zenamburovun da xəbəri nədə işlənir? Təkdə işlənir. Burada da tək yazmışıq. Yəni deyir ki, ictimai nəqliyyatdan istifadə edən insanların Zenamburov sayı mütəmadi şəkildə azalır. Bu da nəyə gətirib çıxardacaq? Qiymətlərdə qalxışa gətirib çıxardacaq. İndi keçdik növbəti qaydaya baxaq. S. Yoldaşlar S nə deməkdir? S daha, başqa, savayı deməkdir. Və 4 əsas işlənmə forması var. Hansılardır? Birincisi sual əvəzliklərindən. Məsələn,
Bu yes tutaq olmasaydı nə olardı? What do you want? What do you want to buy for children? Uşaqlar üçün nə almaq istəyirsən? Amma başqa bir qayıb sizə desin ki, uşaqlar üçün daha nə almaq istəyirsən ya da başqa nə almaq istəyirsən? Bu halda bizim yardımımıza nə gəlir? S gəlir ki, sual sözündən sonra S yazıram, olur mənası daha nə? Və ya başqa nümunə yazır. Məsələn, where else would you like to go this summer? Bu yay başqa hara ya da daha hara getmək istəyirsən deyə bilərik. İkinci harda işlənir? Bağlayıcı əvəzliklərdən sonra işlənər. Bağlayıcı əvəzlik nədir? Yəni əslində bağlayıcı əvəzlik sual əvəzliyinin iki cümlə arasında işlənməsinə deyirik. Yəni yuxarıdakıları biz nə adlandırırıq? Sual əvəzliyi. Niyə? Çünki cümlə sualla bitib. Amma bağlayıcı əvəzlik o deməkdir ki, yəni bax burada I don't remember what else he said. Onun daha nə dediyini xatırlamıram. Bu olur bağlayıcı əvəzlik. Niyə? Bu bir cümlədir. Bu da bir cümlədir. İki cümlənin ortasında işləyib bu cümlə ilə bu cümləni bir-birinə bağlayıb deyə ona deyirik bağlayıcı əvəzlik. Və yaxud da başqa bir nümunə I don't know whom else they invited to the party. Mən bilmirəm onların partiyə daha kimi dəvət etdiklərini bilmirəm. Üçüncü harda işlənir? Törəmə əvəzliklərdən sonra işlənir. Törəmə əvəzliklər nədir? Bu some'dır, any'dir, no'dur, every'dir. Bunlardan sonra one, body, sing, veya kimi sözlər artıranda nə yaranır? Törəmə əvəzliklər yaranır ki, bunlardan sonra da es işlətməyimiz mümkündür. Məsələn, bir var deyəsən ki, I don't want to eat anything. Nəsə yemək istəmirəm. Bir də var qayıtsan ki, daha nəsə yemək istəmirəm. I don't want to eat anything else. Olur, daha nəsə yemək istəmirəm ya da başqa nəsə yemək istəmirəm kimi məna verir. Və yaxud da nobody else is allowed to enter inside. Başqa heç kimə içəri girməyə icazə verilmir. Dördüncü qaydamız nədir? Ən bəlkə də ən vacibli qaydalardan biri budur. Bunu unutmayın. S-dən sonra yoldaşlar isim işlənməz. S-dən sonra isim işlənməz. Testlərdə tez qarşınıza çıxacaq. S-dən sonra isim ancaq özündən sonra apostrof S gəlsə mümkündür. Məsələn, bax, onda nümunə ilə verim. We don't need anyone's help. Bizə kimsənin köməyi lazım deyil. Bir də var deyirəm ki, bizə başqa kimsənin köməyi lazım deyil. Olur anyone else's help. Başqa kimsənin köməyi lazım deyil. Apostrof S else artırılır. Anyone'a yox. Yəni S-dən sonra burada bəlkə də bu 4 dənənin içində ən vacib qayda budur. S-dən sonra isim işlənməz. Yadda qalarmı? İndi gəldik növbəti. Daha başqa mənasını verən bir dənə də ifadəmiz var, more. Daha başqa mənasını verir. Amma more iki cür işlənir. Bir, miqdar göstəricisi kimi, bir də daha başqa mənasında. Miqdar göstəricisi kimi more həm sayılan cəm isimlə işlənə bilir, həm də sayılmayan isimlə işlənə bilir. Deyəsən, niyə belə işlənir? Gəlin bir arada bir qısa fasilə kimi bir şey deyim. Baxın, İngilis dilində çox nədir? Many, başqa nə var? Much. Many bir də much. Çox demək. Bunların İngilis ilə müqayisə dərəcəsi nə olur yoldaşlar? More. Üstünlük dərəcəsi nədir? Most. Yəni many çox, much da çox deməkdir. Bunların müqayisə və üstünlük dərəcələri nədir? More-dan most-dur. İndi yaxşı, kimsə soruşsa ki, more-dan və ya most-dan sonra necə isim gələr? Çox rahatlıqla məntiqən yanaşsa, bax, more-un da most-un da tərkibində həm many var, həm də much var. Demək ki, bunlardan sonra necə isim gələcək? Həm cəm isim, həm sayılma isim. Məsələn, more tutarıq ki, friends, çoxlu dostlar ya da most friends, əksər dostlarım ya da sayılma isim. Məsələn, more information, çoxlu məlumat ya da most information, əksər məlumat. Ya cəm isim ya da sayılma isim. Çünki tərkibində many həm də much var. Aydın oldu burada. Baxın, nümunə verək, başqa burada yazsaq. Mesela more good friends, çoxlu yaxşı dostlar. More delicious soup, çoxlu dadlı sup. Yəni həm sayılan cəm isim, həm sayılma isim işlənir. Bəs daha başqa mənasını bizə hansı halda verir yoldaşlar? Daha başqa mənasını isə əgər ki more ortada işlənərsə, mənası olur daha başqa. Məsələn, bax nümunə verək. One more question. Daha bir sual.
Two more questions. Daha iki sual. A few more chairs. Daha bir neçə stul. Və bu şəkildə. Yəni moru ortada görsə yoldaşlar, mor burada ortada işləndiyi halda mənası olur daha. Amma əvvəldə işləndiyi halda isə mənası olur nə? Çoxlu. Çoxlu dost, çoxlu sub. Ortada işlənəndə isə nə olur? Daha. One more, daha bir, two more, daha iki, a few more, daha bir neçə və s. Yəni istənilən miqdar göstərəsini yaza bilirsiniz. İndi gəlin S ilə mora dair qarışıq bir test tapşırığına baxaq. Burada nə olar yoldaşlar? D variantı. Aha B. B yo. Deyil müəllimdir. D variantı doğrudur. Demək yoldaşlar bayaq bir şeydir, vacib bir şeydir. S'dən sonra isim gəlməz. Burada information isimdir, burada pieces isimdir. S'lərdən sonra isim gəlməz. O zaman bunları silirik. Bu variantlar getdi. Sonra information necə isimdir? Sayılmayan. O zaman FU'dan sonra sayılan cəm isim gəlir. Sonra pieces sayılan cəm isimdir. A little'dan sonra sayılmayan gəlir. Bunlar getdi. Doğru cavab nə qalır? D. What else? Başqa nə deyə bilərsən? Burada deyə əlavə etmək istəyirəm. Some more information. Daha biraz məlumat. Bir də a few pieces of advice. Bir neçə parça məsləhət. Sonra bu suala baxsaq. C, yox, C deyil. Yaxınsız amma C deyil. Cavabımız D variantıdır. Niyə? Gəlin izah edim. Və burada stations görsüz cəm isimdir. Ən azələrdən sonra tək isim işlənir. Hər halda bu ən artiklını görə bilirsiniz. Başqa bir stansiya. Bunları silirəm, getdim. Sonra sual sözlərini biz nə ilə işlədirdik? S ilə. More ilə işlətmirik, düzdürmü? Bunlar da getdi. Bu da cavab qalır. Deyən burada nə? D variantı. V yazdım. Qatar daha harda dayanır? O da deyir two more stations. Daha iki stansiyada və nowheres başqa heç yerdə dayanmır. Sonra növbəti enough, kifayət qədər. Enough kifayət qədər sözü də yəni iki cür işlənir. Bir miqdar göstəricisi kimi, bir də zərf kimi. Miqdar göstəricisi kimi ya cəm isim ya da sayılma isimlə işlənir. Məsələn, we have enough hard problems. Kifayət qədər problemimiz var. Ya da we have enough free time. Kifayət qədər vaxtımız var. Həm cəm, həm sayılma isimlə işlənə bilir. Bu arada təbii ki, ortasında, yəni ismin qabağında burada mən sifət yazıb yazmamağım bizə qalmış bir məsələdir. Yəni enough time-da deyərəm, kifayət qədər vaxtım var da deyərəm. Kifayət qədər boş vaxtım var da deyərəm. Sonra kifayət qədər problemim var da deyərəm. Kifayət qədər çətin problemim var da deyə bilərəm. Problem yoxdur. Yəni burada fikir versəz sifəti mötərizə almağımız səbəbi, yəni sifət ola da bilər, olmaya da bilər. Enough bir də zərf kimi işlənir yoldaşlar. Zərf kimi işləndiyi halda isə özündən əvvəldə ya sifət ya da ki nə tələb edir? Zərf tələb edir. Məsələn, the weather is hot enough today. Hava bugün kifayət qədər istidir. Və yaxud da he always works carefully enough. O kifayət qədər diqqətlə çalışır və s. Yəni təkcə sifət olduqda enough'dan öncə, amma isim olduqda isə enough'dan sonra işlənir. Buna diqqət edin. Sonra gəldik FU bir də illegal barəsində məlumat verək. Bunu bayaqlarda dedik. Artıq dərsin yavaş sonlarına doğru gedirik. Yoldaşlar few az deməkdir. FU biraz bir neçə deməkdir. Hər ikisindən sonra cəm isim işlənər. Sonra little az deməkdir. A little isə biraz deməkdir. Hər ikisindən sonra sayılma isim işlənər. Bunu bilirik. Amma ki bir məsələ var ki biz little-dan, a little-dan sonra sayılmayan isim təkcə işlətmirik. Eyni zamanda sayılan isim də işlənə bilər. Necə yəni? Əgər little-ı small, balaca mənasında işlətsək, sayılan isimlərlə də işlənməsi mümkündür. Məsələn, a small house, balaca bir ev. Burada small-u yerinə little da yaza bilərəm. A little house. Nə olur? Balaca bir ev. Balaca ev deyə bilirəmsə, evlər də deyə bilərəm. Məsələn, small houses, balaca evlər. Small yerinə burada little da yaza bilərəm. Yenə balaca ya da kiçik evlər anlamında işlədə bilərsiniz.
Onda belə çıxır ki, little az və ya biraz, baxın, az ya da biraz mənasında sayılmayan isimdən işlənir. Amma small anlamda, yəni balaca, kiçik anlamda sayılan isimlərlə nədir? İşlənə bilər. Məncə aydındır. Sonra burada bir məqam var. Buna diqqət edin. Bunu keçən dəfə sual vardı. Orada da soruşdunuz. Bax, only, just, bir də quite. Bunlar nə deməkdir? Bunlar əvvəlcə onu deyim. A few və a little işlənir. Bunları artiklesız versiyası səhvdir. Only ilə just sadəcə yalnız deməkdir. Miqdarı azaldır. Amma quite tamamilə olduğuca deməkdir. Miqdarı neyinir? Artırır. Baxın, nümunədən baxaq. I know only a few things about this place. Bir də deyirəm, I know quite a few things about this place. Birinci tərcüməsi belə alınır ki, mən bu yer barəsində sadəcə bir neçə şey bilirəm. Yəni, nə qədər şey bilirəm? Few, az şey bilirəm. Amma quite tərcüməsi nədir? Tamamilə olduğuca deməkdir. Mən bu yer barəsində olduqca bir neçə şey, amma hərfi tərcüməsi bizə uyğun gəlmir də. Olduqca bir neçə şey, yəni əslində nə demək istəyir İngilis? Yəni bir xeyli şey bilirəm, ya da yetərincə şey bilirəm, ya da qısaca ingilislər bunu nəyə bərabər edirlər? Çox şey bilirəm, many-yə bərabər edirlər. Yəni quite a few-nun mənası az deyil, əksinə çox deməkdir. Bu yer barəsində bir xeyli şey bilirəm, yəni çox şey bilirəm anlamına gəlir. Məsələn, məntiqi testlərdə, yəni mətn testlərində belə yazıb tələbələri çaşdırmaq mümkündür. Sonra gəldik dərsin artıq son qaydasına. Onu da izah edeyim, yekunlaşdırıram bu dərsi. So, bir də saç. Bu so ilə saçın ikisi də tərcüməsi bizim dildə elə belə kimi tərcümə olunur. So ilə, əvvəlcə sodan başlayır. So harda işlənir? Sifətlə zərfin önündə işlənib. O sifətlə zərfi nə edir? Qüvvətləndirir. Məsələn, deyirəm, the weather is so cold today. Hava bugün olduqca soyuqdur ya da çox soyuqdur, elə soyuqdur, belə soyuqdur deyə bilərsiniz. Elə bir biraz qüvvət qatırsınız da həmin sifətə. Və yaxud da zərfdə də eyni şəkildə. He always drives so fast. O maşını olduqca sürətlə, çox sürətlə, elə sürətlə, belə sürətlə sürür kimi tərcümə edirik. Məncə aydındır. Sonun işi nədir? Sifətlə zərfi qüvvətləndirməkdir. Bəs saçla bağlı nə deyə bilərik? Saçda isə yoldaşlar, quruluş nədir? Özündən sonra isim tələb edir. Ya da ki, sifət üstəgəl isim tələb edir. Amma hər iki halda nə tələb edir saç? Özündən sonra isim tələb edir. Özündən sonra isim gəlməlidir mütləq şəkildə. Yəni, sifət ola da bilər, olmaya da bilər. Ola bilsin, soruşa bilərsin, necə isim gələ bilər? İstənilən isim gələ bilər. Məsələn, Salmi isim. I love such weather. Nə deməkdir? Mən belə havanı sevirəm. Hava Salmiyan. Ortada sifət yaza bilərik də, burada qeyd eləmişəm. O bizə qalmış bir şeydir. I love such sunny weather. Mən belə günəşli havanı sevirəm. Bu Salmi isim dedik. Sonra sayılan tək isim də işlənə bilər. Məsələn, I like such a film. Mən belə bir filmi bəyənirəm. Ya da I like such an action film. Belə aksiyon filmi bəyənirəm. Yəni ortada sifət yaza bilərsiniz. Belə filmi bəyənirəmsə, belə filmləri də bəyənə bilərəm. I like such films. Belə filmləri bəyənirəm. Ya da I like such action films. Belə aksiyon filmləri bəyənirəm. Yəni görüldüyü kimi saçdan sonra bütün isimlər işlənməsi mümkündür. Amma yetər ki, nə işlənsin? Yoldaşlar, isim işlənsin. Sifət ola da bilər, olmaya da bilər. İndi buradan bir şey çıxardı ortalığa. So'dan sonra göründüyü kimi ya sifət zərf işlənir. İsim harda işlənir? Saçdan sonra işlənir. Doğru mu yoldaş? İsmi saçdan sonra işlədir. Bəs sual verə bilərsiniz ki, ay müəllim, biz so'dan sonra isim işlədə bilərikmi? Bəli, işlədə bilərsiniz. Amma hansı halda işlədə bilərsiniz? Ortada miqdar göstəricisi varsa. Baxın, so many, so few, so much, so little kimi miqdar göstəricisi varsa, bu halda isim işlətməyiniz mümkündür. Yoxsa direkt so'dan sonra isim yazmanız səhvdir. So'dan sonra isim ancaq ortada miqdar göstəricisi varsa işlənə bilər. Dəqiqə.
Ha. Aha, davam edeyim. Mesela bak nümunəyə baxsa, tutaq ki, I have made so many new reports. Mən belə elə çoxlu ya da olduqca çoxlu yeni hesabat hazırlamışam. Burada fikir versə bizim ismimiz nədir? Reports'dur. New burada sifətdir. Main də burada miqdar göstəricimizdir. Əslində, baxın, əslində burada bu sonun heç bir işi yoxdur. Sonu lap belə silək tutaq ki. Burada ismin işlənməsi nəyə görədir? Miniyə görədir. Minidən sonra təbii ki, isim işlənir də, çoxlu hesabat. Bəs sonun işi nədir orada yoldaşlar? Sonun tək bir işi var ki, o da neynəmək? Menini qüvvətləndirmək. Sadəcə orada nə işi var? Menini neynir? Qüvvətləndirir. Bir var çoxlu hesabat deyim, bir də var olduqca çoxlu hesabat deyim. Yəni sodan sonra ismin işlənməsi yalnız bu halda mümkündür ki, ortada miqdar göstəricisi varsa işlənir. Bu arada so olduqca mənasını verir bizə. Ee, bu bu anlamda eyni zamanda to və very də sonu əvəz edə bilər. Məsələn, too many də deyərəm olduqca çox və ya very many də deyərəm olduqca çox mənasına gəlir. Yəni bir-birlərini əvəz edir. Amma fikir versək yoldaşlar, burada bir məqam var. To-dur, very-dir, bir də so-dur. Bundan sonraki birləşmələrdə few ilə little görürəm, amma nə yoxdur? Few ilə little yoxdur. Görəsən niyə yoxdur? Gəlin indi onu yazalım. Tutaq ki olmuş olsaydı ne olardı? So if you tutaq ki problems ya da manats. Bak tercüme bakın. Kimse sizden borc istəyir. Siz də qayıdıb deyirsiniz ki, bağışda məndə olduqca bir az manatım qalıb. Olduqca bir az manatım qalıb. Olduqca bir az manatım qalıb nə üçün? Ya da olduqca bir az problemimiz var. Olduqca bir az problemimiz var nədir? Fikirləşik biz qeyri doğma səsləri bizə. Oradakı sanki artı olan şey nədir? Bir sözü də artdı. Gəlin o bir sözünü çıxardaq. Olduqca az problemim var ya da çox az problemim var. Bağışla pul verə bilməyəcəm sənə. Olduqca az manatım qalıb ya da çox az pulum qalıb. Da çox biraz deməyimiz absurd səslənir. Yəni göründüyü kimi bizim dildə olduğu kimi ingilis dilində də olduqca biraz ifadəsi yoxdur. Məhz buna görə yuxarıda to very və so-dan sonra f ilə elidli görmürsünüz. Yəni bunu belə sağda qeyd kimi də yazıram. To-dur, very-dir, bir də so-dur. Bunlardan sonra nə nə ən, nə də z artikellarının heç biri işlənməyəcək. Yaxşı, bəs saçla hansı miqdar göstəricisi işlənəcək yoldaşlar? Saç ilə isə elotov işlənəcək. Ancaq təbii ki, bu dimə görə olan bir qaydamızdır. Saç elotov belə çoxlu. Məsələn, such a lot of wheat in the our store. Anbarımızda tutaq ki, belə çoxlu ya da elə çoxlu buğdamız var deyə bilərsin. Belə. Amma saçdan sonra mən digər miqdar göstəricilərini işlətməyəcəm. Amma bir istisnavi məqam var. Nədir? Saçdan sonra needle-ı işlədə bilərəm, amma miqdar göstərici kimi yox ha. Məsələn, such a small village nə deməkdir? Belə balaca bir kənd. Düzdürmü? Burada small'un yerinə mən little yazsam nə ola bilər? Nə olacaq ki? Heç small yerinə little yaza bilərik də balaca mənasında. Məsələn, such a little village. Belə balaca bir kənd. Yəni buradakı little miqdar göstəricisi deyil ha, sifətdir. İndi belə balaca bir kənd deyirəmsə, kəndlər də ola bilər. Such small villages belə balaca kəndlər ya da such little villages belə balaca kəndlər deyə bilərik. Düz bunların üzərindən çox da sual vermirlər. Əsas baxmalı olduğunuz məqam yoldaşlar nədir? Sodan sonra sifət zərf işlənəcək, saçda isim ya da sifət üstə isim işlənəcək. Əsas bunu yadda saxlayın. Gəlin bunlar üzərindən də biraz suallara baxsaq. Sizcə bu sualın cavabı nə olar? B variantı müəllim. Bəli. Bax, burada called nədir? Sifətdir.
Burada isə called sifət, üstəgəl nə işlənib? İsim işlənib. Saçdan sonra təkcə sifət gəlməz. Saçları silirik. Bu da 100% qalır son. İndi sifət isim gəlibsə bizə nə lazımdır? Saç. İki dənə variant var. Amma hava necə isimdir? Sayılmaya isimdir. Onda qabağında E yazmaram. Cavab qalır B. Saç kodu verirsə belə pis, belə bir soyuq hava, belə bir soyuq hava. Sonra bax bu 2020'nin yoldaşlar qəbul testidir. Ne olar sizdə cavab? Bəli, bu da B deyil. Çünki Bəli. birinci tərəfdə isim. Long uzun sifətdir. Volks gəzinti isimdir. İkinci səhvdə exhausted, halsız, yorğun. Bu da sifətdir. Demək ikinci səhvə yazacağım so. Birinci səhvə nə yazacağım? Saç. Aydındır. Cavab olsa B variantı. Sonra növbəti. İndi biraz qarışıq testlərə baxaq. Sizdə burada doğru cavab nədir? 4. Aha 3. Yo 3 4 değil. Burada bu arada biraz kömək edeyim. Cəmi bir dənə variant doğrudur. Qalan digər bir variant hamısı səhvdir. Bəli, o da 2-dir. Bəli, doğrudur. Bax, many nə deməkdir? Çoxlu deməkdir. Many'dən sonra necə isim gəlir? Cəm isim. Normal Cəmsim. burada many kinds. Bu yanlış. Sonra ikincidə such a fantastic view. Belə möhtəşəm bir mənzərə. Doğrudur. Niyə? Çünki saçdan sonra bayaq dedik sifət, sonra nə işlənir? İsim işlənir. Doğru mu? Doğru. Sonra bu üçüncü yanlışdır. Niye yanlıştı? Bakın son nədir? Olduqca nədir? Bir, little az. Bayaq bir şey demək, olduqca biraz, çox biraz deyirəm adamın çox biraz praktikası var. Çox biraz praktikası var. Ya da mənim çox biraz praktikam var. Görürsünüz necə kobud səslənir. Doğru mu? Orada artıq söz nədir? Bir. Yəni e sözü artıqdır. Bayaq bir şey qeyd elədik. Yəni who-dur, where-idir. Bir də so-dur. Bundan sonra e, and, bir də z artikelları heç biri işlənməz. Bu getdi. Sonra 4-də səhv nədir? Burada good sifətdir, sineri mənzərə isimdir. Sifət isim olanda so olur diyorsa saç. Saç. Bayaq qeyd elədik. Saç olurdu. Bu variant yanlışdır. 5'te de səhvimiz nədir? Maçdan sonra yoldaşlar necə isim gəlir? Sayılmayan. Amma burada pieces necə isimdir? Sayılan cəmsimdir. Burada maç yerinə nə işlənməli idi? Many pieces olar. Digər bax class saytdır. Xeyr. Oflu birləşmə olanda yoldaşlar, oflu birləşmə olanda. Buradakı miqdar göstəricisi ofun önündəki isim nədirsə ona aid olur. Ofdan o tərəfə keçmir. Burada təkcə doğru cavabımız ikinci variantdır. Sonra bu suala baxaq. Tapan oldu cavabı. Yəni biri bir deyil. Bir de bir düz. Sonra ha, Can doğru. 3 de düz. Bir tane doğru cevabımız var. Axırda Elotovla mani işləməmiz tərəddüdlü qaldım. O da olur. Niye olmasın ki? Eratov'dan sonra ya Cemsim ya Salim isim işte. Cevap 135'ti. Şimdi gelin bakalım. Bak burada some new clothes shops. Bir neçə yeni paltar mağazaları. Some burada shops aiddir. Bir neçə mağazalar. New ilə clothes ise ortada ne kimi işlənir yoldaşlar? Sifət kimi işlənir. Aydındır burası. Şimdi ikinci nümunəyə baxsaq, ikinciyə. Burada ne yazır? So a few. So neydi? Olduqca bir, few da az. Bayaq ne dedik? To, very, so'dan sonra article işlənməz. Yani buradaki artıqdır. Olduqca biraz yox, olduqca az olardı. Bu getdi. Sonra enough'dan sonra ya cəm isim ya sayılma isim işlənir. Burada hekayələr cəm isimdir. Fascinating də şeydir, heyrətamiz deməkdir. Kifayət qədər heyrətamiz hekayələr deyərik. Problem yoxdur. Dördüncüdə səhvimiz nədən ibarətdir? Dörddə səhv yoldaşlar bağlıdır nə ilə? İsmimiz nədir? Ideas, ideyalar. Necə isimdir? Cəm isimdir.
Ama burada only a little yazılır. Only a little'dan sonra necə isim işlənər? Sayılmayan isim işlənər. Yəni only a little sadəcə biraz deməkdir. A little'dan sonra sayılmayan isim işlənər. Amma burada idealı sayılan isimdir. Yəni əslində burada a little yerinə only a few olsaydı düz olardı. Bəs burada belə bir söz var ya, fruitful. Fruitful nə deməkdir? Kim deyər? Bax, fruit nə deməkdir? Meyvə. Düzdürmü? Fruitful'un tərcüməsi nə olur? Meyvəli. Amma meyvəli olsa belə, amma ideya ilə biz meyvəli demirik. Biz nə deyirik? Məhsuldar. Məhsuldar ideyalar. Yəni sinonim olur productive. Productive də məhsuldar deməkdir. Yəni də sadəcə bir neçə məhsuldar ideyalar, məhsuldar fikirlər. 5'e de geldiydə yoldaşlar, a lot of'dan sonra ya cəm isim işlənir, ya sayılma isim işlənir. Money-dən necə isimdir? Sayılma isim. Olsun. Çoxlu pul. Counterfeit nə deməkdir? Saxta deməkdir. Çoxlu saxta pul olsun. Saç nə deməkdir? Elə belə. Belə çoxlu saxta pul. Bu da düzdür. Doğru cavabımız olur 1, 3 də 5. Ha göre sualımız var mı? Hə, var. Bir dənə də sualımız var. Ona da baxaq, yekunləşdirək. Bir, beş, altı. Deyil axı. Dediklərindən sadəcə bir dənəsi doğruydu. Aha, 5. 5 değil. Hep değil. Onlar hiçbir düz değil. Bunlar bir arada biraz çətinləşdirilmişdi istərdim. Ee, baxaq istəyir. Gəlin bərabər baxaq. Birincidə more nə deməkdir? Çoxlu. Özündən sonra necə isim gəlir? Ya cəm isim, ya sayılma isim. Rasti nə deməkdir? Paslı. Çoxlu paslı neyin nə deməkdir? Kim deyər? Neyin? Bəli, dırnaq deməkdir, bir də mismar deməkdir yoldaşım. Çoxlu paslı mismarlar olardı burada. Həm dırnaq, həm mismar mənasını işləyir. Prosta rasti burada paslı deməkdir. Paslı nə olar? Mismarlar. Sonra ikincidə bayaq nə dedi? To-do, were-idi, bir də so-du. Bundan sonra nə işlənməz? Article işlənməz. Bunları sildi, getdi. O zaman ikinci variant getdi. To a little problems olmaz. Getdi. Sonra üçte kifayət qədər vacib anlar. Inafdan sonra ya cəm isim ya sayılma isim işlənir. Amma moment an deməkdir, sayılan isimdir. Crucial moments olardı. Getdi. Sonra dördə gəldikdə FU-dan sonra necə isim gəlir? Cəm isim. Baxıram isimimiz necə isimdir? Cəm isimdir. Faktlar. Undeniable nə deməkdir? Danılmaz. Çoxlu danılmaz faktlar. 4 düzdür. Sonra 5'te a lot of'dan sonra ya cəm isim ya sayılma isim işlənir. Amma employee işçi sayılan isimdir. Nə olmalıydı? Cəmdə olmalıydı. Sən çoxlu işçi desən belə ingilis nə deyir? Çoxlu işçilər deyir. A lot of employees olardı. Burada herhalde bunu bilirsiniz de yəqin ki. Məsələn, biz 3 qələm deyirik, düzdürmü yoldaşlar? 3 qələm. Amma ingilis 3 qələm demir. 3 qələmlər deyir. Yəni three pens deyir. Three pen demir. Yəni ingilis cəmləyir onu. Biz nə olsun 3 qələm, 3 kitab deyir, amma ingilis 3 kitablar, 3 qələmlər deyir. Burada da çoxlu işçi desək belə işçilər olmalıdır. Capable nə deməkdir? Bacarıqlı. 6'ya gəldikdə ismimiz nədir? Programsdır. Və qarşısındakı very interesting show isə nədir? Sifət kimi çıxış edir. Çox maraqlı show proqramları. Doğrudur. İsmi cəmləmişik deyə qabağında article zad yazmamışam. Əgər tək olsaydı, əgər bir proqram olsaydı, a very interesting show program deyəcəkdim. Doğru cavabımız 4-5. 4-6 daha doğrusu. Aha. Yoldaşlar,
Bu qədər quantifiers mövzusu bu qədər. Ya buna dair sizə testlər göndərəcəm. İşləyəcəksiniz. Dayandırım.